Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Kreativ verilişinin yeni sayında xoş gördük sizi. Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonundayıq. Rəssam İlham Mirzəyevin Hicrət adlı sərgisindəyik. Biz vaxtaşırı burada çox möhtəşəm rəsm sərgiləri ilə tanış oluruq. Başa düşürük ki, biz bunu qorumalıyıq. Ölkə başçımızın mədəniyyətə, incəsənətə verdiyi böyük dəyəri, verdiyi tapşırıqların icrası baxımından bu çox mühüm əhəmiyyətə malikdir. O cümlədən Naxçıvan tarixən öz abidələri ilə, sənət adamları ilə, memarları ilə, rəssamları ilə hər zaman diqqət cəlb edən bölgələrdən biridir. Bugün də biz Naxçıvan şəhərinə gələn qonaqlarımızı bu Rəssamlar Birliyindəki əsərlərlə tanış edəndə doğrudan da böyük heyrətlə onlar bunu qarşılayırlar ki, Naxçıvan şəhərində belə gözəl rəssamlar yaşayır və onlar vaxtaşırı öz əsərləri ilə həm gələn turistlərin, qonaqların, həm yerli maraqlı insanların zövqü üçün bu çox əvəz olunmaz və hər şəhərə nəsib olmayan çox fundamental bir yaradıcılıq mərkəzidir. Mən onlara uğurlar arzulayıram. Və ikinci növbədə bu bizim üçün çox əhəmiyyətlidir ona görə ki, Naxçıvan Muxtar Respublikasında bu sahə üzrə həm rəngkarlıq, həm təsvir incəsənət, həm dizayn, həm memarlıq ixtisasları üzrə Naxçıvan Dövlət Universitetində, Naxçıvan Musiqi Kollecində mütəxəssislər hazırlanır, kadr hazırlığı həyata keçirilir və tələbələrimizin, gənc rəssamların vaxtaşırı bu cür sərgilərdə iştirakı onların gələcək peşəkar inkişafına çox böyük təsiri var və biz bu ənənəni, bu məktəbi yaşatmaq baxımından da bu sərgilərin əhəmiyyətini vurğulamalıyıq. Bugün sərgi salonumuzda maraqlı sərgilərdən biri keçirilir. Bugün İlham İsmayılovun sürrealistik səpkidə işlədiyi əsərlər bizim sərgi salonumuzu bəzəyir. Qeyd edeyim ki, biz İlham müəllimi yeni kəşf etmişik. Daha doğrusu o özü haqqında məlumat veribdir bizə və biz də çox maraqlandıq və istədik ki, bizim də demək sərgi salonumuzda sürrealistik səpkidə bilirsiniz ki, 20-ci illərdə yaranan bir üslubdur və bu üslubun tanınmış rəssamları Salvador Dali, Picasso, René Magritte və bir çoxları vardı ki, bu səpkidə işləyiblər. Və burada biz sırf o rəssamları deyil, amma rəssamın düşüncəsi ilə onların bəzi elementlərini istifadə edərək öz əsərlərində demək onları bizə çatdırıbdır. Rəssam uzun illər xaricdə təhsil almasına və yaşamasına baxmayaraq ilk öncə onun yurt həsrəti, vətənə, torpağa bağlılığı, öz uşaqlığı, milli mənəvi dəyərlərə bağlılığı, ailə dəyərləri, bunların hamısı əsərlərinin demək olar ki, hamısında xırda da olsa öz əksini tapıbdır. Öz uşaqlıq illəri, məktəb illəri, kəndi, milləti, abidələrimiz, bunlar hamısı rəssamın bir yurda bağlılığı, vətəninə bağlılığını təcəssüm elətdirən bir hissi, həm də bizim ümumiyyətlə məmləkətimizi tanıtmaq baxımından çox maraqlıdır. Sürrealizm o qədər də geniş yayılmış bir janr deyil. Bu janrda biz az sərgilərdə iştirak edirik. Amma bu dəfəki sərgi doğrudan da özünün orijinal mövzu seçimi ilə, çox diqqət cəlb edən əsərləri ilə bugün yaddaşlarımızda qaldı. Adətən rəssamların dünya görüşləri onların çəkdikləri, yaratdıqları əsərlərdə öz əksini tapır. İsti və soyuq rənglər xeyir və zülmətin təzahürüdür sanki İlham müəllimin əsərlərində. – 1972-ci ildə Şərur rayonunun Oğlanqala kəndində anadan olmuşam. 6 yaşımdan filan sənətə həvəsim olub.
deyilişlərə görə fitri istedad, yəni belə deyək, Allah tərəfindən verilmiş bir qabiliyyətdir. Allaha həmd olsun. Və o zamandan da sənətə ilgim, marağım çox olub. Sonra da məktəbi bitirəndən, orta məktəbi bitirəndən sonra 88-ci ildə Rusiya Federasiyasının İvanova vilayətinin İvanova mərkəzi şəhəri var. O şəhərə tekstil üzrə Yüngül Sənaye Akademiyasının dizayner fakültəsinə daxil olmuşam. Orada oxumuşam. Oxuduğum müddətdə bir çox sərgilərdə iştirak etmişəm. Millətimi, vətənimi tərənnüm etdirmişəm, tanıtmışam orada. Çox şükür. Ondan sonra da bitirdikdən sonra da bir müddət yenə oralarda fəaliyyət göstərmişəm. Moskvada, Peterburqda, Leningrad vaxtı bir çox sərgilərdə, ümumi sərgilərdə iştirak etmişəm. Yüksək nəticələr almışam. Yenə də o sərgilərdə də öz millətimi, vətənimi tərənnüm etdirmişəm. O bizi tanımayan, belə deyək, başqa bir kültürü yaşayan insanlara öz kültürümüzü tanıtmışam və buna fəxr edirəm, qürur duyuram. Mən İlhamı Bakı Əzimzadə məktəbində oxuyanda, gənc yaşlarında görmüşdüm, o vaxtdan tanıyım. Uzun illərdir onunla görüşmürdük. Bugün onun yaradıcılığı ilə yaxından tanış oldum. Onun gözəl portretləri, gözəl qrafik işləri də nümayiş olunur və həmin o portretlərə baxanda görürsən ki, çox cəsarətli bir akademik tərzdə o portretləri yaratmış. Mən İlhama bu gələcək yaradıcılığında yeni yaradıcılıq uğurlar arzulayıram və Naxçıvanda yenə onun sərgisini gözləyirik. Həqiqətən də maraqlı işləri var. Bilirsiniz ki, sürrealist işlər reallıqdan daha ötən olan işlərdir. Rəssamın fəlsəfi düşüncələrini və rəssamın hiss və həyəcanlarını ora qatmaqla maraqlı əsərlər yaranır. Həqiqətən də Hicrət adlı sərgi də məhz həmin o hissləri tamlığı ilə demək olar ki, açmaqdadır. Çünki bilirsiniz ki, sevgi və nifrət hardasa bir hicrətdir. İnsanın harasa çatması bir hicrətdir. İnsanın hardansa harasa köçməsi bir hicrətdir. Və təbii ki, rəssamın həm də ki, uzun müddətdə Azərbaycanda yaşamaması, doğma Naxçıvanında, Şərrurunda yaşamaması onu bugün başqa bir yerdən, məhz Rusiyadan, Türkiyədən Naxçıvana bir hicrəti kimi qəbul eləyibdir rəssamın özü və bu sərginin adı həm də ki, elə hicrət, həm də ki, həsrətdir. Həqiqətən də yəni rəssam uzun müddətdir ki, sərgi keçirməmişdir. Onun sərgiləri Rusiyada, Türkiyədə keçirilmişdir. Rəssam dizaynerdir və çox maraqlı parça dizaynları var və bizim digər sərgimizdə artıq yəqin ki, parça dizaynına həsr olunacaqdır. Rəssamın özü həm də ki, elə art fuarlarda da iştirak edibdi, satış sərgilərində iştirak edibdi və həmin fuarlarda o ikinci yerə də layiq olubdu. Həqiqətən də bu elə bir balaca bir nailiyyət deyil, bu böyük bir nailiyyətlərdən biridir və İsmail müəllim bugün özü haqqında bax belə Naxçıvan ictimaiyyətinə özünü tanıtdı. Təbii ki, Rəssamlar Birliyi vasitəsilə və biz də çalışacağıq ki, gələcəkdə bu rəssamın daha da daxili aləmini açmaq üçün digər sərgilərdə onun əsərlərindən istifadə edək. Bu, təbii ki, həm dekorativ işlər olacaqdır, həm də ki, təbii ki, parça üzərində olan əsərlər olacaqdır. Bugün biz rəssamın demək olar ki, əgər doğru çıxarsa belə köhnə işlərindən istifadə elədik. Biz istədik onu bu cürdə tanısınlar və yeni işlərində də biz tam başqa bir rəssamı tanıyacağımıza əminəm. Mən ona uğurlar arzu edirəm və düşünürəm ki, gələcəkdə daha maraqlı sərgilərə də imza atacaq İlham müəllim.
Rəssamlıqda bildiyimiz kimi realizm cəryanından başqa qeyri-realist cəryanlar olubdur. Məsələn, kubizmi Pablo Picasso yaradıb və onun davamçıları olub, bir çox cəryanlar olub və bu cəryanların içərisində bir də surrealizm cəryanı olub. Surrealizm cəryanı rəssamların belə deyirlər, təxəyyüllərini, düşündüklərini, qeyri-realist düşüncələri olur. Hətta deyirlər, yuxu görürlər, surrealistlər yuxularını işləyirlər. Dünyaca ən böyük surrealist rəssam İspan mənşəli olub, amma Amerikada yaşayıb, Salvador Dali. Bizim keçən 20-ci əsrdə yaşayıbdır. Bugün də İlham müəllimin işlərinin demək olar ki, əksəriyyət, hamısı surrealist cəryanda işlənmiş işlərdir. Çox gözəl işlərdir. Və bunun qeyri-adiliyi də insanı düşündürür. Yəni, bir var əsərə baxıb keçəsən, bir də var düşündürür. Adətən onu açmaq üçün ən çox rəssamın özü burada hamısını bir-bir açırdı, amma çox maraqlıdır ki, insan düşünə, fikirləşə ki, burada nə çəkibdir. Burada əsərlərinin əksəriyyətində, mən baxıram, əksəriyyətində xeyirlə şərin necə deyərlər, mübarizəsindən belə əksər işləri hamısı o mövzudadır. Böyük sənətkarların sözləri ilə desək gərək gücünü hiss edəsən ki, başqaları da səni duya bilsin. Bəli, sənətdə zirvə olmadığı kimi bu sənət yaradıcı insandan istedad, zəhmət, axtarış tələb edir. Güclü hisslərin təsiri sənətə tükənməz sevgi, duyğu, təfəkkür, yaradanın müvəffəqiyyət qazanmağına imkan yaradır. Elə İlham İsmayılovun da palitrası kimi mövzu dairəsi də çox zəngindir. Fəlsəfi baxışları, sürrealizm üslubunda yaratdığı rəngarəng əsərləri ilə rəssam bizləri düşünməyə vadar edir. Sürrealizmi mən şərq çalarları ilə belə deyək, qarışdırıb öz şəxsi üslubumu yaratmaq niyyətim olub da və çox şükür bu şey yaratmışıq. Üslubum sürrealistikdir. Sürrealizmdə yəni yuxu dünyası, şuur altı, fəlsəfi mahiyyət daşıyan əsərlərdir hamısı. Yəni orada Şərq, Avropa, din olsun, sistem olsun və yəni ta qədimdən türklərin fəlsəfəsi olsun, türk fəlsəfəsi, Çin fəlsəfəsi, Avropa fəlsəfəsi. Bunların hamısı bu əsərlərdə tərənnüm etdirilib. Umuram ki, insanlarımız da baxıb düşünəcəklər. Yəni düşünmək üçün bir səbəbləri olacaq. Mənim rənglərim əsasən öz yurduma, obama, belə deyim, isti rənglərdir bir çoxsu. Onlardan istifadə etmişəm. O da gendən gələn bir şeydir. Yəni istəsəniz belə araşdıra da bilərsiniz. O genetik bir şeydir. Yəni əsərlərimin böyük əksəriyyəti şərq rəngləri ilə zənginləşib, belə deyim. Mən Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Naxçıvan filialının direktoru Arzu xanım İskəndərova. Bugün Rəssamlar Birliyində keçirilən bu sərgidən məmnunluq duyuram. İlham müəllimi təbrik edirəm. İlham müəllimin əsərlərinə baxdıqca insan o qədər həm duyğulanır, həm ruhlanır, həm fəlsəfi düşüncələrə qapılır. Əsərlərin hamısı maraqlı və hamısı gözəldir, hamısı özünə xas bir müəmma daşıyır. Mən daha çox o əsərləri sevirəm ki, doğrudan da onu yaradan şəxs, rəssam, sənətkar onu izah elədikcə oradakı səpkiləri, oradakı o yaradıcılığı daha çox özü izahını özü verir. Onu belə deyək, o sərgidə iştirak edənlərə. Eyni ilə də İlham müəllim elə oldu. Əsərlərində baxmayaraq ki, Türkiyədə yaşadığı dövrdə, baxmayaraq ki, Rusiyada yaşadığı dövrlərdə Azərbaycanı bir növ təbliğ edibdir. Azərbaycanın tarixi əsərlərini də öz əsərlərində təbliğ edibdir. Burada yağlı boya da var. Orada gördüm sulu boya da var. Həm də orta əsr Azərbaycan miniatürü olub. Azərbaycan miniatürləri çox dünya muzeylərində
çox məşhur işlərdir. Orada bir dənə miniatür də gördüm, müasir miniatür formasındadır. Amma bütövlükdə cəryan olaraq surrealizm cəryanında işləyibdir. Çox maraqlıdır. Əsərdə həm xeyir-şər mübarizəsi, həm yaranış, həm özündən əvvəlki böyük mütəfəkkir, tanınmış, görkəmli rəssamların, filosofların əsərlərinə bir çox hallarda istinadən özünün təxəyyülünün məhsulu olan əsərləri meydana gətirməyi, rəng seçimi və bunlar hamısı bütövlükdə onu deməyə əsas verir ki, bugünkü sərgi doğrudan da bizim iştirak elədiyimiz ən yadda qalan sərgilərdən biri oldu və inanırıq ki, bu günlər ərzində gənc rəssamlarımız üçün də burada xeyli maraqlı əsərlər onların fəaliyyətinə təsir göstərəcək. Mən rəssamı təbrik edirəm. Rəssamımız eyni zamanda teatr rəssamlığı ilə də məşğuldur. Eyni zamanda dizayn işləri var və burada biz parça üzərində onun bir rəsm əsərində şahidi olduq və bu sahələrdə də özünü sınaması və daim bu janrdan kənarda özünün istedadını nümayiş etdirməsi Naxçıvanda vaxtı ilə mövcud olmuş ənənəvi rəssamlıq məktəbinin uğurlu davamının təsdiqidir. Mən rəssamı təbrik edirəm. Rəssamlar Birliyinə bir daha təşəkkür bildirirəm ki, Naxçıvanda yaşayan rəssamların bu cür sərgiləri təşkil olunur, uğurlar arzulayıram. Rəssam öz əsərlərində Azərbaycanda cərəyan edən hadisələri də əks elətdiribdir. Təbii, demək, rəssam bu əsərlərində uzaq keçmişdə olmasa da, yəni biraz bizim dövrdə deyil də, hardasa 90-cı illərdə, hardasa biraz ondan sonraki dövrdə 2000-ci illərə aid eləsə də, amma orada artıq Azərbaycanın problemini az da olsa, amma əks elətdiribdir. Yəni orada biz 20 yanvar faciəsini görə bilirik. Yəni onun əsərlərində Qarabağ problemini görə bilirik ki, o 30 ildə onların həlli tapılmırdı, amma rəssam Rusiyada yaşayırdı, amma fikri, zikri məhz öz vətəni ilə idi. Orada məsələn onun bağırsaq kimi uzanan bir prosesi demək əks elətdirən əsəri vardı. Həqiqətən də çox maraqlıdır. Amma görün ki, həqiqətən də 30 il ərzində gedən bu proses bu gün artıq həll olunubdur və mən düşünürəm ki, elə gələn sərgisində də artıq o demək bu hadisələrin həlli yönündə artıq işlər çıxaracaqdı ortalığa və təbii ki, rəssamın əsərlərində elə siz düz vurğuladınız. Bizim elə istəyimiz də o idi ki, onun o hisslərini də biz tamaşaçıya çatdıraq. Yəni rəssam Rusiyada yaşamağına baxmayaraq, Türkiyədə yaşamağına baxmayaraq uzun müddət onun qəlbi Azərbaycanla döyünmüş və Azərbaycandakı bütün prosesləri o öz əsərləri vasitəsilə tamaşaya çatdıra bilmişdir. Və bu gün də həqiqətən də bu sərgini biz hesabat sərgisi kimi qəbul edirik və rəssamın həqiqətən də vətəninə, Naxçıvanına, Azərbaycanına böyük bir bağlılığını, sevgisini bu əsərlər vasitəsilə tamaşalarımıza, gənclərə və ziyalı insanlarımıza çatdıra bildik. Yaranışın, həyatın, ölümün fəlsəfəsinə varan və sənətin özünə məxsus qanunlarını duyan İlham İsmailov rənglərin harmoniyası ilə yaratdığı bir-birindən gözəl, mənalı sənət əsərlərində öz duyğu və düşüncələrini, fikirlərini, arzularını yaşadır. Sanki rənglərin gözə görünməz savaşını, işıqla kölgənin mübarizəsini əsərlərində ifadə etməklə həyatın mənasını, mahiyyətini də bu tablolarında çatdırmaq istəyir. Yaradıcılığında həyatı, yaşamı incə obrazlarla əks etdirən, bu baxımdan sürrealizmin gözəl nümunələrini ortaya qoyan İlham İsmailov öz dəstəxətti ilə seçilir. Biz Naxçıvan Muxtar Respublikasında keçilən Hicrət sərgisində iştirak elədik və çox məmnun olduq. İlham qardaşımızı təbrik edirəm, ona işlərində uğur arzulayıram. Sərgi ümumiyyətlə yüksək səviyyədə keçdi, iştirakçılar hamısı bəyəndi. Bir neçə əsərlər oldu ki, mənim də çox xoşuma gəldi. O cümlədən İlham bəyin Qiyamət Fərmanı tablosu bizi çox yaxından ilgiləndirdi. Həyatın əsl mənasını doğuluşdan insanın yaşayışının sonuna qədər İlham
yüksək cizgilərlə onu həyata keçirmişdi. Təkcə o çəkilən rəsm əsəri deyil, o böyük bir düşüncənin, rəssamın düşüncəsinin həyata baxışını göstərir. Ümidvarıq ki, bu sərgilər təkcə Naxçıvan sərhədində deyil, sərhədlərimizdən kənarda, beynəlxalq sərgilərdə İlham İsmayılovun işləri yəqin ki, nümayiş olunacaq və dövlətimiz belə sərgilərin, beynəlxalq sərgilərin sərhədlərimizdən kənarda çəkilməsi üçün mədəni irsimizin qorunmasında, mədəniyyət və incəsənət işçilərinə verilən qiymətin nəticəsidir ki, bu gün belə sərgilər ərsəyə gəlir və əhali iştirak eləyir və çox məmnunluqla biz də iştirak elədik və bəyəndik. İlham İsmayılova mən bu işlərində uğurlar arzulayıram. Sərgidə mən daha maraqlı bir şeyin şahidi oldum ki, o vurğuladı ki, mən hətta əsərlərimdə Möminə xatun türbəsini, Ağrı dağını, Qarabağlar türbəsini göstərmişəm. Hətta bir əsəri var idi ki, orada o əsərin kiçik bir hissəsində orada Allah sözü yazılmışdı. Əsərlərin özünə xas xüsusiyyətləri çoxdur. Bəyəndiyim əsərdə deyə bilərəm ki, o xanım oldu, xanımın portreti oldu. Sanki bir intizar, sanki bir təlaş, sanki bir yorğunluq var. Gözləri çox dərinlərə baxan bir xanım. Yəni bunu bir rəssamdan, yaradıcı insandan başqa mənə elə gəlir, kimsə işləyə bilməz. Mən yenə də öz növbəmdə İlham müəllimə yaradıcılığında uğurlar arzulayıram. O gün olsun ki, Azərbaycanın hüdudlarından kənarda da onun sərgiləri, bu cür sərgiləri bütün dünyaya səs salsın. Bu sərgidə 34 əsərimlə çıxış edirəm. Bu əsərlərin hər biri fərqlidir. Mahiyyət etibarilə də, fəlsəfi etibarilə də hər biri fərqlidir bir-birindən. Naxçıvanda bu keçirilən sərgi üçün şəxsən qürur duyuram. Çünki bura mənim vətənimdir, ana torpağımdır, canım ciyərimdir Naxçıvanım. Rəssam İlham İsmayılovun sərgisində nümayiş olunan əsərləri sənətsevərlər tərəfindən rəğbətlə, xoş bir duyğu ilə qarşılandı. İnanırıq ki, rəssamın yaradıcılıq nümunələri hər zaman insanların qəlbinə yol tapacaq, onları məftun edəcəkdir. Biz də istedadlı fırça ustasına yeni-yeni sənət uğurlar arzulayırıq.